bütün müxaliflər səndən danışanda, əhl-i sünnədən danışanda deyir ki, onlar ancaq hər şeyə şirk deyir. Çünki sən ancaq elə şirk edirsən ona görə. Sən elə bunu edirsən, sən Allahı tanımırsan. Sadəcə ad olaraq bilirsən, haqlarını bilmirsən. Və sənin bilməməzliyin, cahilliyin səni Allaha ortaq qoşmağa aparlar. Şirk qoşmağa. Əlinlə yolduğun bütə, səninlə birgə çörək yiyənə ibadət eləməyə. Aydınla, qəbrinə gedib bütləşdirib, ona ibadət eləməyə səni yönəltdi. Əhl-i sünnə niyə biz deyirik ki, alimlər, salihlər, onlar haqq olan övliya olardı, Allahı sevən və Allahın sevdikləri. Çünki onlar hər zaman Allahı öyrənər və öyrədərlər. Və insanın nə qədər ki, qardaşlarım, nə qədər ki Allahı tanıması çox olacaq, bir o qədər Allahı sevməsi artacaq. İnsanın Allahı tanıması nə qədər çox olacaq, bir o qədər Allahı sevməsi çox olacaq. Dedik ki, qardaşlarım, ən böyük hicab, ən dərin hicab, ən qəliz divar, maniyə insanın Allaha çatmasına, qulla Allah arasında olan maniyə ki, səni ona çatmağa qoymur, ona getməyə qoymur və o qədər rəzil və alçalmış olursan ki, Allahdan qeyrisinə ibadət edirsən. Bu uğurda dava edirsən, mübahisə edirsən. Allahın öz kitabından hansı ki, ibadəti əmr edib şirkə qınayıb, o kitabdan şirk etmək üçün dəlil gətirirsən. Bundan daha böyük alçalma ola bilər? Ola bilməz. Tevhid üçün tək Allaha ibadət olunsun deyə göndərilmiş Rasulun İnnəmə ənə abdun, mən qulam, ancaq qulam deyən bir Rasulun şirk qoşursan, bundan daha alçalma olar. Onun sahabələri, övladları, nəvələri, hansı ki tevhidin, tək Allaha ibadətin edilməsini yaymağa çıxanları Allaha ortaq qoşursan. Onlar sən və sən kimlərlə vuruşmağa gəlmişdi? Tevhidi sən və sən kimlərə çatdırmağa gəlmişdi ki, şirk qoşmuyor. Aydındır? Muhammed sallallahu aleyhi ve sellem tevhid üzərində, haqq üzərində olan bir qövmə gəlməmişdi. Elə bir dəstə, elə bir millətə gəlmişdi ki, hərəsi bir şeyə ibadət edirdilər. Onların içərisində mələklərə ibadət edənlər var idi, daşlara ibadət edən var idi, ağaclara ibadət edən var idi, salihlərə ibadət edən var idi, nəbilərə ibadət edən var idi, mələklərə ibadət edən var idi.